məsələn, həmişə kömək eləməyə hazıram. O simvoldur. Mən Azərbaycanda belə bir söz var ki, o qadına qarşı əsasən biraz çətindir bu duyğuları, amma mən o bəxtəvər qadınlardanam ki, mənim elə dostlarım, yoldaşlarım var ki, hətta qadın olaraq, məsələn üçün, Yana xanım buradadır, bizim veteran gitarist xanımız, o da bugün gəlibdir ki, bəs bugün şahidi olsun. Yəni, mənim bəxtimə düşən qadınlar, o belə güclü qadınlardılar ki, onlar növbəli güclü qadınlar və yaxud onun uğrundan çəkinmirlər, qorxmurlar, narahat olmurlar, durmadan ora-bura nələrsə etmirlər. Onlar səni dəstəkləyirlər, çünki başa düşürlər ki, bu sənin öz yolundur, onunsa öz yolu olacaq, öz dağılacaq, öz zirvəsi olacaq və öz narahat olacaq. Bir şey də qısa qeyd etmək istəyirəm, hər kəs alpinist, zəhvafət və s. Mən özümü elə görürəm, dostlar. Mən özümü sadəcə olaraq dağları sevən biri kimi görürəm. Dağlara getməkdə məqsədim, dağlara getməkdə mənim əsas yolculuğum ondan ibarət ki, mən pedaqoqam, mən müəlliməm, mən tərbiyəçiyəm, mən həyat yolçuyam. Mənim dağlara getməyim fiziki dırmamış deyil ki, mən getdim, görürsünüz, mən necə güclüyəm, mən o zirvəni tamamilə bu deyil. Mənim missiyam tamamilə başqadır. Oradan gələndən sonra ona görə bilirsiniz ki, durmadan universitetlərdəyəm, məktəblərdəyəm. Mən dünənə qədər deyiləydim. O mənim işimdir. Sadəcə olaraq indi Everestlə birləşdiyim üçün artıq təcrübə dəyişir və yeni təcrübələr gəlir və bu insanlara maraqlıdır, bu gənclərə maraqlıdır və oradan olan öyrənmələri, ustad dərsləri vasitəsilə bunları nəzərə çatdım. Ona görə dağlar mənim üçün alpinizmdən daha çox, mən bilirəm ki, burada alpinizm onların məqsədi olanlar var. Amma mənə alpinizmdən çox, o fiziki dırmanışdan çox mənəvi bir yolculuqdur və öyrənmə yolu. Mən müəllimdir. Mən 20 ildən artıqdır ki, bu yoldayam və mənim üçün dağlar çox önəmlidir və öyrətmək üstüdür. Ona görə bugün mən istəyirəm ki, hörmətlərimlə, sevgilərimlə sizə heç öyləcə də görməm, şöyle sizdən görəcəm. Çünki mən dağları almışam. Birinci iki dönəm. Dostlar sağ olsun. Bu məsuliyyəti bu kişi öz üzərlərinə götürüblər. Bilirsiniz ki, Everest və Everest tırmanışı edəndən sonra biz aşağı enirik, onlara zirvədə olan şəkillərimizi yönəldir. Vaxt, tarix, hər şey göndərilir. Bütün dəqiqliklər, siniflər verəndən sonra, artıq müəyyən müddətdən sonra sertifikatlar hazırlanır və göndərilir. Əldə elədim, əldə edəndən sonra hətta paylaşdım, amma açmağa belə, ona baxmağa belə mənim vaxtım yox verir. İnanın ki, o dərəcədə, hətta o gün danışanda deyirəm ki, Everestdən nə zamandır gəlmişsiniz soruşdular. 6 aylığına mən dedim, necə gəldim keçdi. Yəni artıq o qədər sürətli keçir mənim üçün var. Bunları belə aşağı vaxtım olmadı, amma yenə sağ olsun dostlar dedilər ki, bu işi sən bizə bırak, sən öz işini gör. Sən getməliyim, öyrətməli ol. Biz bu işləri yazarıq. Ona görə sizinlə mən də baxmıram. Bax, bunun bir 8848 Azərbaycan Hasırlı nömrəsi Zəfər Musayeva şəkilli Reklam Turizm Agentliyinin sertifikatı və eyni zamanda Muxotsu yenə də belə bir sertifikatı sözün açığı. Mən çox qürur duyuram. Ona görə qürur duyuram ki, Azərbaycanın adı, qadının adı eyni mövsümdə Everestlə Muxotsu zirvəsini etmiş bir qadın ilk olmaqda. Bunu mən həm özümü təbrik edirəm, həm Azərbaycanı təbrik edirəm, bütün qadınları təbrik edirəm. Həm də İsraf Qəmbər bizim bildiyiniz kimi ən məşhur dansçımızın deyil, və sən deyiləm mi? Camatura ayrı mövsümlərdə deyiləm, amma mən ölüm zonasında da yüzə aldım və düşündüm ki, bunu edə bilərəm. Görünür ki, o gücü özümdə hiss eləmirəm və növbəti zirvəndə cəhd eləmirəm. Beləliklə, Everestimiz var idi, Everestdən Muxotsu'miz var və mən bununla qürur duyuram. Ona görə kimsə mənə Everest'i fərq etmirsən deyəndə sözünü açırım, Muxotsu'nun kölgədə qalmasını istəmirəm. Muxotsu da çox gözəl dağlardan biridir. Heç bir dağ kölgədə. Azərbaycanın belə o hündür dağlardan bizim ən hündür zirvəmizdir. Kölgədə qalmasını istəmirəm. Bizim bütün dağlarımız gözəl, müqəddəs, hər birinin öz enerjisi var. Bəzən ki, yeni zirvəyə belə çıxa bilmərsən, amma siz bizlə yeni çıxa bilərsiniz. Yəni, hər bir dağın özünün şəkli və enerjisi var. Uzun danışmaq istəmirəm. Onsuz da yorulmuşsunuz, keçdi. Təşəkkür edirəm diqqətiniz üçün. Sizin gözünüzdə olan o enerji, təməssül və məhəbbəti görürəm. Yolunuz açıq olsun. Nə ilə məşğulsunuzsa, siz də öz ölkənizə, cəmiyyətinizə, insanlarınıza açıq xeyir gətirəsiniz. Bu simvoldur. Bu simvoldur. Gələcək bizim üçün deyil, mənim üçün deyil, şəxsim üçün deyil.
Keşke verirsen o isteyende ben bunu sayarım. Ama Azerbaycanlıyım burada. Ben de Tebrik ederim. Bu Refah Hanımefendileri bu yalnız simvol değil, bu bir əzmin, bir xalqın qürurunun belə bir göstəricisidir. Buna görə sizə təşəkkür edəcəksən. Federasiyamız adına, idmançılar adına bu qüruru bizə yaşatdığınıza görə sizə də təşəkkür edirik və bu sertifikatlarımız bizim zalımızın ən gözəl yerində asılacaq ki, bizim idmançılarımıza, xüsusilə xanımlarımıza bir stimul olsun. Hər zaman bunun qarşısından keçəndə o qalq özlərini qoyacaq təmsilə. Bir daha sizə təmin edirəm. çok sağ olun. Çox sağ olun. Bugün ben